Salam. Bugün sizlə Əli Səmədlinin Qanlı Bənövşə əsərinin təhlilinə baxasıyıq. Demək, bilirik ki, Qanlı Bənövşə 1-ci Qarabağ müharibəsinə həsr olunmuş bir əsərdir. Başlayaq ilk öncə əsərin oxusuna. Zərif bu gecəki kimi qorxunc yuxu görməmişdi. Həmişə üzünə gülümsəyən, onu xoş sözlərlə dindirən Sıranış xala yuxuda əcinlə sifətində onu boğurdu. Sürən dayının əlində tutduğu iti qılıncdan damla-damla qan süzülürdü. Bu qan onun üst başına və ən çox da gözlərinə çilənmişdi. Əlində qan süzülən qılınc olan Sürən dayının gözləri qan süzülən qılıncdan çox-çox qorxunc görünürdü. Onların qızları olan Süsən və Rozanın əlləri, ətəkləri daşla dolu idi. Hamısı da Sıranış xalanın əlindən boğulan Zərifin başına yağdırmağa hazır idilər. Bütün bu dəhşətlərin hamısına dözmək olardı. Təkcə Zərifin səsi çıxıb ana deyə çağıra bilsəydi. Yaxşı ki, qızcığaz yuxudan tez ayıldı, yoxsa ürəyi partlayacaqdı. Gözünü açanda özünü qantar içində gördü. Bu əzab və işgəncənin yuxu olduğuna sevindi. Heç kimi səsləmədi. Bilirdi ki, səhərlər ata-anası onu yuxuda qoyub işə gedirlər. Yatağından qalxmaq istədi, ancaq qalxa bilmədi. Elə bil üstünə daş qalamışdılar. Ağcı ağrıdan əl qolunu tərpədə bilmirdi. Handan-hana özünə gəlib yatağından qalxdı. Demək, biz burada nəyi görürük? Bu abzasda görürük ki, Zərif yatır və yuxuda qonşular olan Sürən dayını, Sıranış xalanı, onların uşaqları olan Roza və Süsəni görür. Gördüyü yuxu çox dəhşətlidir. Sürən dayının əlində qılınc var. Sıranış xala əcinə sifətində onu boğur. Qızlarının ətəyində isə daş var. Və nəyə görə handan-hana deyərkən, yəni müəyyən bir zamandan müddətdən sonra demək istəyir. Digər hissəyə baxaq. Günəş çoxdan çıxmışdı. Havada yazın nəfəsi duyulurdu. Eşikdə sərçələrin civiltisindən qulaq tutulurdu. Eşiyə çıxdı ki, əl üzünü yuyub toyuqlarına dən səpsin. Əlini eyvanın qırağındakı lüləkli parça aparanda gördü ki, bomboşdur. Axı anası səhərlər onu doldurub qoyur ki, qızı əl üzünü yusun. Gördü ki, yer yaşdır, kimsə onun suyunu yerə boşaldı. Parça doldurmaq üçün həyətə düşəndə gördü ki, atasına dünən əkdiyi qızıl gül kollarını kimsə sındırıb əzib. Əl üzünü yuyub ambardan birisini dən götürüb toyuqlarını düdülədi. Toyuqlar gəldi, ancaq ları xoruzla papaqlı fərə gözünə dəymədi. Axtardı, tapa bilmədi. Demək, biz burada nəyə görürük? Hadisələrin hansı fəsildə baş verdiyini, yəni yaz fəslində görürük. Daha sonra eşiyə çıxanda nəyə görür? Ona qoyulmuş, əl üzünü yumaq üçün qoyulmuş suyun boşaldıldığını görür və atasının həyətdə əkdiyi qızıl güllərin əzildiyini görür. Daha hadisələrin gedişatına, yəni xronoloji ardıcılığa da diqqət yetirək ki, bundan sonra da gedir, toyuqlarına yem verir və bu zaman toyuqlarından ikisinin, xoruzunun, ları xoruzla papaqlı fərəsinin olmadığını görür. Çay çörəyini yeyib küçəyə çıxdı. Süsəngilin doqqazına yanaşdı. Doqqaz küçə deməkdir. Süsənlə Roza iki bacı həyətdə oynayırdılar. Süsən, ay Süsən, Süsən, ay Süsən. Zərifin 5 addımlığında olan nə Süsən, nə də Roza ona hay vermədilər. Hay, yəni cavab deməkdir. Zərif həyətə keçdi, onlara yanaşdı. Bizim ları xoruzla papaqlı fərə sizin həyətə gəlməyib. Qızların heç birindən səs çıxmadı. Üzlərini yana çevirib ağızlarını büzdülər. Zərif gözlərinə inanmadı. Gördüyü dəhşətli yuxunu xatırladı. Ona elə gəldi ki, bu saat qızların anası çıxıb öz əcinlə barmaqlarıyla onu boğacaq. Ondan tamamilə üz döndürən Süsən və Roza başına daş yağdıracaqlar. Qız qorxub geri döndü. Bağ-bağçanı gəzib ları xoruzu və papaqlı fərəni axtardı, tapa bilmədi. Son zamanlar toyuqların itməsi birinci dəfə deyildi. Demək, biz burada nəyə görürük? Zərifin küçəyə çıxıb Süsəngilin həyətinə getməsini və Süsənlə Rozanın onu danışdırmamasını görürük. Zərif nə toyuqların itməsinə, nə parçın suyunun kimsə tərəfindən dağıdılmasına, nə gül kollarının sındırılmasına, nə onunla həmişə bir yerdə oynayan qonşu qızların onun çağırışına cavab verməmələrinə, nə də gördüyü qorxunc yuxulara inana bilmirdi. Deyir, Zərifin inana bilmədiyi nələrdir? Toyuqların itməsi, parçın suyunun dağılması, atasının əkdiyi güllərin sındırılması, uşaqların ondan üz döndərməsi, bir də qorxunc yuxu.
Gün batdı, ata-anası işdən qayıtdı. Qız toyuqların itməsini atasına, gördüyü qorxunc yuxunu isə anasına söylədi. Demək, diqqət yetirdik. Qız nəyə atasına danışır? Toyuqların itməsini. Nəyə anasına deyir? Qorxunc yuxu görməsini. Ona elə gəldi ki, toyuqların itməsi atasına ondan daha çox məyus oldu. Ona elə gəldi ki, söylədiyi bu qorxunc yuxudan anası ondan daha çox qorxdu. Ancaq nədənsə heç biri dinləyib danışmadı. Balaca Zərif buna çox təəccüb edirdi. Son günlər nə Sıranuş xala onlara gəlirdi, nə də anası onlara gedirdi. Hətta bir dəfə gözü ilə gördü ki, Sırenlə üz-üzə gələn atası salamlaşmadı. Ondan yan ötüb keçdi. Demək, nəyi görürük? Sıranuş xala ilə Zərifin anasının bir-birinin evinə gedib gəlmədiyini və Süren dayı ilə Zərifin atasının təsadüfən də olsa salamlaşmadıqlarını. Qız yenə səhəri gün öz adəti üzrə yuxudan durdu, əl üzünü yudu, toyuqlarını səsləyibdən səpdi. Sonra darxıb küçəyə çıxdı. Bir də gördü ki, Süsəngilin həyətindədir. Aralarında heç nə olmayıbmış kimi üzünü ona tutaraq, Süsən, gedək dərəyə bənövşə yığmağa dedi. Süsən, ay Süsən. Süsəndən səs çıxmadı. O, Zərifə dilini çıxardaraq qaçıb bacısı Rozanın yanına getdi. Zərif kör peşman onların həyətindən çıxdı. Yazıq qız bilmirdi kimlə oynasın, hara getsin. Üz aşağı yollandı, gəlib dərəyə yetişdi. Köz dibində yenicə açılıb boylanan bənövşələri görüb sevindi. Bənövşələr boynunu bükərək elə bil bu kiçik qızın yolunu gözləyirdi. Zərif əlini uzadıb çöl dibindən bir bənövşə üzdü. O, ovucundan bu ovuca qoyaraq o Zərif çiçəyə doyunca tamaşa elədi. Sonra da dəstə bağlamaq üçün onları dərməyə başladı. Nə az, nə çox iki dəstə bağladı. Biri atamın, biri də anamın dedi. Zərif geri dönəndə demək nəyə görürük? Yenə səhər olur. Bu hadisə bitdi. Yenə səhər açıldı. Zərif yenə öz adəti üzrə gedir Süsəngilə, onları səsləyir. Yenə də eyni hadisə ilə qarşılaşır. Yəni nə Süsən, nə Roza ona cavab vermirlər. Və Zərif onları bənövşə yığmağı təklif edir. Biz bunu neçənci gedişində görürük, Zərifin ikinci gedişində görürük. Sonra da Zərif özü gedir dərəyə bənövşəni yığır. Demək, iki dəstə yığır. Birinin atası üçün, birinin də anası üçün. Zərif geri dönəndə elə bil Süsənlə Roza puskuda dayanmışdılar. Doqqazlarında kəstilən qızın qabağına. Kəsdilər qızın qabağını. Bənövşə dəstələrindən ikisini də onun əlindən alıb özünü də döydülər. Zərif ağlaya-ağlaya evə döndü. Həmin gündən Zərifin qara günləri başladı. Qorxusundan gülünün alınmasını, döyülməsini ata-anasına demədi. O bilirdi ki, bu kənddə ermənilər onlardan çoxdur. O bilirdi ki, qohum əqrabaları bu doğma kəndi çoxdan tərk etmişdilər. O bilirdi ki, bu hədə qorxulara dözməyib bir gün onlar da bu doğma ocaqlarını tərk etməli olacaqlar. Zərif İndi nə gecə ifritə sifətində onu boğan Sıranuş xaladan, nə qılıncından qan daman Süren dayıdan inciyirdi. Heç Rozadan da bir o qədər incimirdi. Ona dərd olan Süsənin dönüklüyü idi. Axı Süsən hər yaz gələndə özü onu səsləyib dərəyə bənövşə yığmağa gedirdi. Axı Süsən dərdiyi bənövşələrdən bağladığı dəstənin birincisini Zərifə verərdi. Axı onlar ikisi də bu payız birlikdə məktəbə gedəcəkdilər. Axı anası Zərifə tikdiyi güllü ipək donda birini də Süsənə tikmişdi. Axı onlar təzə tövə tikəndə məcliklərdə ən çox can yandıran Süren dayı olmuşdu. Zərif bu sualları burulğanında boğulub qalır, bir yana çıxa bilmirdi. Bu dəhşətli sualların burulğanından batıb boğulan təkcə Zərif deyildi. Həm də onun ata-anası idi. Zərif neçə gün idi ki, təkliyə dözürdü. Ancaq bu səhər səbri lap tükəndi. Ayaqlarını sürüyə-sürüyə Süsəngilə getdi. Demək, nəyi görürük biz burada? Zərif döyüləndən sonra başa düşür ki, o bu haqda heç kimə şikayət eləyə bilməz. Yəni, şikayət eləsə belə onsuz onların əlləri, ayaqları bağlıdır. Nəyə görə? Bütün qohum əqrəbələri kəndi tərk eləyibdi və kənddə ermənilər daha çoxdular. İkinci bir yandan da biz Zərifə ağır gələnin Süsənin onun üz döndərdiyi olduğunu görürük. Yəni, bütün bu baş verənlər bir yana, onun eyni yaşıda olan, onunla rəfiq olan ən yaxın bir dostu təsəvvür edin ki, sizdən üz döndərdi. Yəni, bu insana necə ağır gəlirsə, Zərifə də bir o qədər ağır gəlmişdi. Süsən həyətdə tək oynayırdı. Bir ayaq gedib ona yanaşdı. Özünü toplayıb, ayaqçı, mən sənə nə pislik eləmişəm, dedi. Süsən üzünü yana çevirdi. Zərif ondan əl çəkmədi. Sualını bir də təkrar etdi. Nəhayət Süsən dilləndi. Sən türksən, dedi. Sən bizim düşmənimizsən. Anam deyir ki, səninlə oynamayım. Zərif baxdı. Bu qızın sözlərindən heç nə anlamadı. Nə türk sözünü, nə də düşmən sözünü. Yenə kör peşman evlərinə döndü. Axşam atası işdən gələndə onun boynuna sarılıb soruşdu. Ata, düşmən nədir?
Atası bir qədər duruxdu. Bilmədi qızına nə cavab versin. Qızım, bu sözü kimdən eşitmisən? Süsəndən. O dedi ki, biz düşmənik. Qızım, düşmən onlardır. Biz dostuq. Bəs türk kimdir? Türk bizik qızım. Bəs biz Azərbaycanlı deyilik. Yox qızım, Azərbaycan bizim torpağımızın adıdır. Biz Türk dünyasından ayırmaq üçün millətimizi, dinimizi, əlifbamızı əlimizdən alıblar. Böyüyəndə bunların hamısını biləcəksən. Buradan kənara çıxın bir haşiyə deyim ki, bəlkə də bizim millətin ən böyük səhvi reallıqları uşaqlarımızdan gizlətmək olubdur. Düşünün ki, eyni yaşda erməninin övladı var idi, amma o öz övladına düşmən olmağı, türklə düşmənçiliyi öyrətdiyi halda bizim xalqa məxsus biri bunu eləmir. Ata bu sözləri dedikcə onu qəhər boğurdu. Gözləri yaşla dolub boşalırdı. Bu zaman elə kimsə çəpərin üstündən atasının gözünün qabağında həyətə bir vərəq yağızlı kağız atdı. Ata cəld kağızı götürüb oxudu. Siz türklərə kəndi boşaltmaq üçün 3 gün vaxt verilir. Getməsəniz bəxtinizdən küsün. Atana elə bir ildırım vurdu. Bütün ev eşik həyət baca başına fırlandı. Həmin məktubdan sonra gecəni gündüzə qatıb yığış elədilər. Verilən vədə səhər gün tamam olurdu. Onlar bu axşam qaranlıq düşən kimi dağla, daşla aşağı qaçmalı idilər. Hər üçü paltarlarını üst-üstə geyinmişdilər. Anası hərəsi 2 çanta, 2 bağlama düzəltmişdi. Toyuqlarını hindən, itlərini zəncirdən açıq buraxmaq qalırdı. Ata elə bil öz əli ilə əkib yetişdirdiyi ağaclarla vidalaşırdı. Ana göz yaşlı halda astadan bayatı deyib xanimanı ilə vidalaşırdı. Zərif isə gözə dəymirdi. Qəfildən onların evinin üstünə güllələr açılmağa başladı. Demək biz burada nəyi görürük? Zərif atasından birinci düşmən sözünün mənasını soruşur, daha sonra türk sözünün mənasını soruşur və atası da ona bu sözlərin izahını verir. Daha doğrusu qismən verir, tam izahını vermir. Biz elə bu anda onların evlərinə atılan bir daş görürük. Daşda isə onlara 3 gün möhlətin verildiyini və daha sonra 3 günün tamamına bir gecə qalmış. Onların gedərkən artıq ev eşiklərlə vidalaşdığını və zərfin yoxa çıxdığını. Ata da, ana da özlərini itirdilər. Atəş çoxaldı. Güllə yağış kimi yağmağa başladı. Ata-ana dünəndən hazırladıkları çantalarını götürməyə, itlərini zəncirdən, toyuqlarını hindən belə açıb buraxmağa macal tapmadılar. Təlaş içində Zərifi axtardılar. Qız elə bil yoxa çıxmışdı. Atılan atəşlər isə onlara aman vermirdi. Demək, Zərifin yoxa çıxdığını görürük. Bağın ayağına doğru qaçmağa başladılar. Xeyli uzaqlaşandan sonra bir təpənin üstünə çıxıb evlərinə tərəf boylandılar. Gözlərinə inanmadılar. Evləri od alov içərisində alışıb yanırdı. Ata dərindən ah çəkərək ay namərd sürən dedi. Bu sənin işindir. Yəqin uşağı da öldürəcəklər. Artıq onların ayaqları yer tutmurdu. Qonşu kəndlərdən də dərə boyu qaçıb aşağıya tökülürdülər. Ata nə qədər təkid edirdisə də ananın beli bükülü halda oturduğu yerdən tərpənə bilmirdi. Heç ara gedən deyiləm. Balamla burada öləcəyəm. Qorxudan səslərini çıxarıb doyunca ağlaya da bilmirdilər. Kəndin itləri aramsız ulaşırdı. Gecənin soyuğu sazağın içində diri gözlü açdılar. Dan yeri söküləndə ata ananı zorla razı salıb uşağın dalınca yollandı. Ayın aydınlığı olduğundan səhər toranlığı aydın görünürdü. Ata bağlarının ayağında dayanıb evlərinin tövlələrinin son tüstülərinə tamaşa etdi. Cəsarət edib evlərinə yaxın düşə bilmədi. Qızı Zərifin sağ qalmasına bütün ümidini tamam kəsdi. Kəsə cığırla geri dönəndə artıq səhər açılmışdı. Kol dibində yenicə açılmış bənövşələr boylanırdı. Ata gözyaşlı qızını xatırladı. Ax Zərif, hər yaz gələndə bu zərif bənövşələrdən dəstə bağlayıb ona bağışlayardı. Ata yol gözləyən anaya nə cavab verəcəyini və onu yenidən yerindən qaldırıb bu qaçanlar dəstəsinə necə qoşacağını bilmirdi. Ata bu fikri xəyal içində qarşıdakı kolun dibindən bir qaraltı gördü. Yaxın gəldi. Bu qız uşağının cəsədi idi. Şaxtadan qaralıb bozarmış bu cəsəd onun ciyər parası olan Zərif idi. Qız əl qanı içində idi. Köksündə neçə-neçə güllə yarası vardı. Sıxılmış ovuzunda isə qanlı bənövşə çiçəkləri. Ata gözlərinə inanmadı. Cəsədi paltarlarından tanısa da qaldırıb üzünə baxdı. Dizləri qatlandı, yerə oturdu. Balasının üzünə heyrətlə baxdı. Zərif barmaqları arasında boylanan qanlı bənövşələri görüb var səsi ilə hayqırmaq bu vəhşiliyi, bu ədalətsizliyi bütün dünyaya car çəkmək istədi. Ancaq bacarmadı. Qızı qolları üstünə qaldırıb şaxtadan donub bozarmış üzündən öpdü. Sonra ananı qoyub gəldiyi səmtə yollandı. Bu qədər. Növbəti izahlarda inşallah.